Salam değerli izleyiciler, hamınızı hoş gördük, necəsiniz? Bəli, başladık bugündən itibaren 2025-ci il yaşıl ilan ili, ümumiyyətlə il özü nələr vəd edir? Amma zəhmət olmasa hamınız ekranımızı bəyənin, paylaşımı bəyənin, altından yorumlarınızı yazın, ilinizi, ayınızı, gününüzü yazın və artıq başlayacaq 12 bürcün və 12 ilin məlumatların əlavə paylaşmağa. Ona görə də birinci ilimiz haqqında məlumat verək ki, yaşıl ilan ili nələr vəd eləyəcək bürclərə və illərə, ümumiyyətlə ilimiz necə keçəcək? Nə qədər paylaşım olsa, nə qədər altından kommentlər çox yazılsa, tez-tez mən bütün bürcləri və illəri yazacağım, sizə ən doğru və düzgün məlumatı verəcəm. Hansı ki, heç yerdə eşitməmişsiniz və heç yerdə görməmişsiniz. Ən doğru, düzgün məlumatları yalnız bax, məndən bu səhifədən əldə eləyə biləcəksiniz. Başlayıram. 2025-ci ilin ulduz falı. Şərq təqviminə görə 2025-ci il yaşıl ağac ilan ilidir. Bilirsiniz ki, yaşıl ağac ilan ilidir. Ağac da həmişə pöhrələnməyi sevir, ağac da özünə qulluğu sevir, yaşıllığı sevir. Həyətinizə, bağınıza, baxsanıza nə qədər yaşıllıq saxlasanız, hətta bina evində olursunuzsa, mətbəxinizdə, evinizdə ancaq təbii güllərə, çiçəklərə üstünlük verin. İlin rəsmi olaraq 2025-ci il yanvar ayının 29-unda, yəni yanvar ayının 29-unda il başlayacaq. İl elə başlamayıb. Yanvar ayının 29-unda yaşıl ilan ili artıq özün göstərəcək və il təhvil olunacaq. 2026-cı il fevral ayının 16-sına qədər, yəni yanvar ayının 29-unda başlayır, düz 2026-cı ilin fevral ayının 16-sına qədər il tamam olacaq. İlan ilinin ötən əjdaha ilindən fərqli olaraq aktivliyinin, aqressivliyinin daha aşağı olacağı, əksinə daha stabil və xoş keçəcəyi proqnozlaşdırılır. Üstəlik, bu il yaşıl ilan ilidir. Yaşıl rəngi isə ağac ünsürü ilə əlaqəlidir. Ağac özü də inkişafı, yüksəlişi əks etdirir. Çünki ağac öz ömrü boyunca böyüyür, inkişaf edir. Deməli, yaxşı inkişaf edəcək, evinizin yaşıllaşdırılması ilə də məşğul olmaq lazımdır. İlan ili evinizdə gülü, çiçəyi, yaşıllığı sevdiyi üçün evinizi, həyatınızı, bacanızı yaşıl, təbii bitkilərə üstünlük verin. İnanın ki, ruzu bərəkətiniz də daha gözəl olacaq. Mən dediyim ilin, əgər olmasa deyərsiniz belə. Xasiyyətə gəldikcə isə digər bürclərdən müdriklik, ehtiyatlılıq, düşüncəlik, zirəklik, cazibəlik kimi xasiyyətlərlə fərqlənir. İlan bir çox addımları əvvəlcədən düşünmə xasiyyətinə malik olan bir bürcdür, bir ildir. Və bu il ancaq xasiyyətinizdə dəyişikliklər və inanın ki, heç etmədiyiniz o fikrinizdə olmayan o xasiyyətlərinizin tamamilə dəyişəcəyi gözlənilir. Yaxşıya doğru. Yeni 2025-ci il çoxlarına çətin, 2024-cü ildən sonra sakitlik gətirəcək. Yəni 2024-cü il çətinlik çəkən bürclər, illər ancaq 2025-ci ildə sizə xoş müjdələr və xoş sevinclər gətirəcək. Lakin bir çoxlarının da həyatı kökündən dəyişəcək. Bir çoxlarınızın da həyatı tamamilə dəyişəcək. O ki, ay mənim talihim belə oldu, ay mənim həyatım niyə belə oldu, ay nə bilim, mən artıq həyatdan bezmişəm deyən insanlar həyatdan zövq almağa başlayacaq və onların çətinlikdə olan işləri asanlıqla başlayacaq inşallah. Gələn il hamıya bir çox imkanlar yaradacaq. Yəni, üzümüzə gələn, ayın 29-u girir axı, üzümüzə gələn il hamıya bir çox imkanlar yaradacaq. Bəzi insanlar vərdiş etdikləri həyat tərzlərini yenidən gözdən keçirəcək. Əvvəllər nəzərə almadıkları imkanları götür-qoy edəcəklər. Ümumilikdə bu il işlərə erkən başlamaq məsləhət görülür. Artıq yanvardan etibarən işlərə başlayanlara, bir işdən digərinə keçməyə bacaranlara ulduzlar böyük uğur vəd edirlər. Bəli, ilan ili ümumiyyətlə 12 bürcün 12'si
12 ilin 12'sine de uğurlar vəd edilir və bir çoxları öz xasiyyətlərin kökündən dəyişəcək, bir çoxları yeni işə başlamağa start götürürlərsə, heç nədən qorxmayın, işiniz uğurlu, xeyirli olacaq, düşərli olacaq. Ümumiyyətlə, yaşıl ilan ili ağac ilidir, ağac ünsürüdür. Demək olar ki, yaşıl ağac ilanıdır, yaşıl ilan ili. Ona görə də evinizdə, ocağınızda ancaq bacarın yaşıllıqlara qərq eləyin. Evinizdə nə qədər yaşıl bitkilər olsa o qədər yaxşıdır. Yaşıl rənglərə üstünlük təşkil eləyin. Geyiminizdə yaşıl rənglərə üstünlük təşkil eləyin. Və inanın ki, yaşıl həm də Seyid Peyğəmbərlərin rəngidir də, yəni müqəddəslik rəmzidir. Ona görə də bilin ki, 2025-ci il yanvar ayının 29'u ilimiz artıq təhvil alır. Düz 2026-cı ilin fevral ayının 16'sına qədər. Ona görə də mənim əzizlərim, əgər bürclərinizi də, illərinizi də dəqiq məlumat əldə eləmək istəyirsinizsə, yalnız bax bu paylaşımı bəyənin, altından da kommentlər yazın, ilinizi, ayınızı, bürcünüzü yazın və bəyənin, paylaşın. İnanın ki, heç yerdə eşitmədiyiniz, görmədiyiniz şeyləri burada görəcəksiniz və ilimiz haqqında məlumat verdik. Artıq keçid alacaq. İnşallah 12 bürcün 12'si haqqında da ayrı-ayrıca böyük məlumatlar verəcəm və bürclərdən sonra da illər haqqında məlumat verəcəm. Bəyənin, təqib atın. Təqib atmaq əzizlərim, bax hamınız bəyənirsiniz. 100 min, 200 min baxışı olur. Cəmi 5 bin, 6 bin bəyənmə olur. İnsaf da dilin yarısıdır da. Orada ekranda görürsünüz də orada. Bir dənə tıklayın. Orada pilusu basın, ya təqib edin. Təqib atmaq pulla deyil, jitonla deyil. Heç olmasa əməyə qiymət verin. Bu paylaşımı bəyənənlər, bu təqib atanlar, sizin görüm Allah ilinizi uğurlu, xeyirli, ruzulu, bərəkətli eləsin. İnşallah illəriniz və bürcləriniz haqqında məlumat verəcəm. Yetər ki, siz təqib atın və səhifəni qaldırın və kommentləri çoxlu yazın. İlinizi, ayınızı, bürcünüzü yazın və mən də sizə gözəl məlumatlar verim. Allah'a emanet olun və sizə xoş bürclər haqqında, illər haqqında gözəl məlumatlar verim. Siz də deyəsiniz ki, amin Allah. Mən buradan müsbət enerjini sizə verdim və siz də yazın ki, aldım və onda il boyu müsbət enerji ilə gedəcəksiniz. Allah'a emanet olun.